Uşaqlar, həmişəkindən fərqli olaraq biz bugün televiziyada ekskursiya keçəcəyik. Televiziya kütləvi informasiya vasitəsilə. Balaca dayan, geriyə çəkil, cibindəkiləri göstər. Gedə bilərsən. Sen kimsin? Ay Eşek balasısın. Balaca, gel bura. Necəsən? Şəkil çəkdirək? Biz ekran qarşısına dəvət edirəm. Balaca bir qonağımız var burada. Gəl görün bura. Gəl, otur. Necəsən? Xoşun gəlir buralardan. Necədir televiziya? Özünü görmək istəyirsən? Ora bax, əl-elə. Deyirsən ekskursiyaya gəlmişsən. Televiziya xoşuma gəldi. Bəs o bir uşaqlar halı bəs? Hara qaçırsan? Əl vurma. Bu uşağı kim bırakıb bura? Deyəsən işləmək istəyirsən. Balaca, gəl görün bura. Gəl. Adın nədir sənin? İskender. İskəndər, sən burada nə edirsən? Ekskursiya gelmişim. Bilirsən də, Azad Azərbaycandasan. Bəyəndin buranı? Mənim kimi xəbər aparıcısı olmaq istəyərsən? Ay nə gözəl. oradan çəkin. Efir başlayır. İskəndər, qaçım, xəbər vaxtımız 2, başlayır. 1, efir. Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Meteoroloji proqnozlar bürosundan bugün əldə etdiyimiz hava məlumatı ilə sizi... Uşaqlar, bura ATV-nin qalereyası. Burada rəsmlər nümayiş olunur, fotolar nümayiş olunur. Bu da bizim balaca qonağımız. Hoş geldin. Baxırsan mı bizim verilişimizə? Bəyənirsənmi? Xoşun gəlirmi? Sənin səsin niyə çıxmır? Yemək yeməmsən? Hara get? Necəsən? Ekskursiyaya gəlmisən? Buradakı pavilyonda olmusan? İndi orada dekorasiya qurulur. İstəyirsən get bax və bil ki kanalda çəkilişdən əvvəl nə qədər işlər görülür. Bugün bizim qonağımız məktəblilərdir. Onlar ATV-yə ekskursiyaya gəliblər. Biraz öz-özünüzü alqışlayın. Gəlmişkən deyirəm, bəlkə sizlərdən birinizlə oyunumuza başlayaq. Sən gəl papaqlı olan, gəl bura görüm. Gəl bura görək. Hazırsan? Buyur addımla. Əla! 14. Bravo! Bu da bizim sənə hədiyyəmiz. Necədir dostum? Televiziya xoşuma gəldi. Televiziyada keçirilən bir gün bir ömür təəssürata bərabərdir. Gəl papaqlarımızı dəyişək. Bu da məndən sənə hədiyyə olsun. Sağ ol, dostların səni gözləyir. Qaç. ATV hər anı maraqla.